Deməli belə, funksiyalara nəzər salaq. Deməli, burada birinci funksiya sum funksiyası, sum toplama funksiyadır bildiyiniz kimi. Amma gəlin bu funksiyanın sintaksi barədə biraz geniş məlumat verək. Çünki bəzi şeylər, yəni bəzi sintaksislər eyni olacaq. Ona görə elə bəri başdan bunları sum funksiyası üzərində izah edim. Deməli, sum yazdıqda burada görürsünüz number 1, number 2, number 3, yəni number 255-ə kimi burada parametrlər verilib. Yəni siz bu numberlarda diapazon da seçə bilərsiniz, ayrı-ayrı xanalar da seçə bilərsiniz və ya rəqəm də yaza bilərsiniz. Məsələn, tutaq ki, mən burada bir diapazon seçirəm və digər parametri keçmək üçün nöqtəli vergül vururam. Tutaq ki, gələm bu diapazonu seçirəm, nöqtəli vergül vururam. Tutaq ki, ayrı-ayrı xanalar da seçə bilərəm və özümdən bir, belə deyək, rəqəm də yaza bilərəm ki, misal üçün 121. Yəni D2-dən Y3-ə kimi olan diapazonu, H1-dən H13-ə kimi olan diapazonu, C7 xanasını, H15 xanasını, H3 və əllə yazdığım məsələn 121 və hər dəfədə nöqtə vergül basıram. Tutaq ki, 101 ədədlərini cəmləmək istəyirəm. Yəni görürsünüz bu number 7-dir. Yəni number 255-i kimi yaza bilərsiniz. Enter düyməsini vuranda bunları cəmləyir. Product funksiyası vurma, yəni hasil işini görür. Onun da sintaksisi product funksiyasında olduğu kimidir. Yəni ya ayrı-ayrı diapazonlar seçə bilərsiniz. Məsələn, seçirəm bu diapazonu və ya məsələn bu diapazonu, ayrı-ayrı xana da seçə bilərsiniz və ya özünüzdən rəqəm də yaza bilərsiniz. Yəni enter düyməsini vuranda bunları hasilini tapacaq. Sum product funksiyası isə belə deyək, hasillərin cəmi işini görür. Yəni praktiki misal üzərində izah edək. Deməli, burada bir çalışma var. Burada həm product, həm də sum product funksiyalarından istifadə olunub. Yəni düstur olan hissələri seçib silək. Fikir verin. Burada məsələn görürsünüz, say, qiymət, məbləğ əks olunub. Məbləğ tapmaq üçün biz product funksiyası ilə ilk növbədə iki xananı seçirəm. Yəni bunların hasillərini tapırıq. Yəni 15 ilə 5 xanaları seçdim product funksiyasında. Çəkib sürüşdürürəm və bunların hər birini ayrı-ayrı hasilini tapıram. Daha sonra sum funksiyası vasitəsilə alınan hasilləri cəmləyirəm. Və biz burada 129 ədədini alırıq və bu ədədi almaq üçün 7 dənə xana zəbt eləmiş oluruq burada. Lakin biz belə deyək, cədvəlimizi daha qısa qurub, belə deyək, bir xanada bu hesablama həyata keçirə bilərik. Yəni sum product funksiyası vasitəsilə sum product yazıram. Burada görürsünüz R1, R2, R3 parametrlər gəlir. Yəni number və daha doğrusu sum və product funksiyalarında number 1, number 2, number 3 formasında gedirdi. R1, R2, R3 gedir burada sum productda. Yəni array matris deməkdir. Yəni siz burada yalnız xanaları diapazon şəklində seçə bilərsiniz. Məsələn, sayıları 1 seçirəm, nöqtəli vergül vurub, qiymətləri də 1 seçirəm və burada Excel proqramı müvafiq olaraq bu sayıları qiymətlərə vuracaq və alınan hasilləri isə cəmləyəcək. Enter düyməsini vursaq, gördüyünüz kimi eyni ilə, yəni buradakı olduğu kimi 129 ədədini almış olarıq. SUMIF funksiyası isə şərtə görə cəmləmək işini görür. Gəlin bunu da praktiki olaraq nəzər salaq. Deməli, 2 tapşırıq üzərində baxaq bu məsələyə. Bunlardan birincisi satıcının bonusunu hesablamaq tapşırığında. Bundan öncəki dərsdə əslində qalsa buna baxmışdıq. İndi istəyirəm ki, sürətli formada burada da yenidən baxaq, təkrarlayaq və digər belə deyək, digər tapşırıq da olacaq. Deməli, düstur olan xanaları silək. Deməli, burada
bir işçisi var. Məsələn, buna deyiblər ki, 500 manat fiks maaş alacaqsınız. Bir də satışdan faizimiz olacaq və onun qarşısında belə bir şərt qoyublar. Əgər satacağınız məhsul dəyəri 400 manata kimidirsə 3% bonus, 800 manatdan çoxdursa 1% bonus, bu aralıqdadırsa 2% bonus olacaq. Təbii ki, biz ilk növbədə bunları biz cəmləmiz gərəkir ki, onların faizlərini hesablayaq. Məsələn, burada biz sum funksiyasından istifadə eləsək, gərək siz bu xanaları çox diqqətlə bir-bir seçəsiniz də, yəni 400 manata kimi olan xanalara, yəni dəyəri 400 manata kimi olan məhsulları bir-bir qiymətlərini seçəsiniz. Təbii ki, bunu bir-bir etmək vaxt aparandır və üstəlik də ki, etsəz belə, yəni ola bilər ki, gözünüzdən qaçan rəqəmlər olacaq və xəta da etmiş olacaqsınız. Yəni biz burada SUMIF funksiyasından istifadə edəcəyik. SUMIF şərtə görə toplamaqdır. İndi bayaq biz 630 cavabını almışdıq. Gəlin yoxlaya görə eyni nəticəyə gələcək yoxsa yox. Burada SUMIF funksiyasını açan zaman range kriteriya, SUMRange parametrləri burada əks olunur. SUMRange parametri transkripsiyada, yəni kvadrat mötərizədə verilib. Yəni bu deməkdir ki, SUMRange istifadə oluna da bilər, olunmaya da bilər. Yəni situasiyadan asılı olacaq. Bunu, yəni SUMIF, yəni demək ki, iki cür yazılır da, yəni ya iki parametrlə, yəni range və kriteriya parametrlərini istifadə etməklə, ya da üç parametrlə, yəni range, kriteriya, SUMRange parametrlərini istifadə etməklə və bunları da ayırmaq üçün bir dənə nüansa fikir vermək lazımdır. Əgər sualda məhsuldan söhbət gedirsə, üçü də istifadə olunacaq. Yəni məsələn deyilsə ki, tozsoran olan məhsulları topla, soyuducu olan məhsulları topla, paltar yuyan olan məhsulları topla, onda üçü də istifadə olunacaq. Amma məhsuldan söhbət getmirsə, yəni qiymətdən söhbət gedirsə, burada ikisi istifadə olunacaq və burada fikir veririk ki, bizim şərtimiz, yəni kriteriyamız qiymət üzərindəndir. Ona görə burada SUMRange istifadə eləməyəcəyik bu situasiyada. Deməli, birinci parametr rangedir. Range diapazon deməkdir. İndi kriteriyamız qiymət üzəri olduğu üçün range hissəsində də qiymətlərin diapazonunu seçəcəyik. Daha sonra nöqtəli vergül. Kriteriyada isə dırnaq içərisində 400 manata kimi deyirsə, demək ki, bu kiçik bərabər deməkdir. Kiçik bərabər 400 yazırıq. Məntiqi ifadə yazıda saxlayın. Hər zaman dırnaq işarəsində verilir. Və kriteriya hissəsində mətndə yazanda bu dırnaqda mütləq olmalıdır. Digər hallarda isə dırnaq yazmağa, yəni məsələn xana seçirsinizsə və ya rəqəm yazırsınızsa dırnaq yazmırsınız. Belə, yəni SUMRange-i biz burada istifadə eləmirik. Deməli, bu diapazonda 400-dən kiçik bərabər olan xanaları topla. Enter düyməsini vururuq və görürsünüz eyni 630 cavabını alırıq və burada bunun da 3%-ni hesablasaq 18 manat 90 qəpik cavabını alırıq. Daha sonra 800 manatdan çox olanların cəmi bizə lazımdır. Yəni SUMIF-dən istifadə edirik. SUMIF şərtə görə toplamaqdır. Range-də qiymətləri seçirik. Nöqtəli vergül və dırnaq içərisində böyükdür 800 yazırıq. Enter düyməsini vururuq və yenə aldığımız 9185-i vururuq 1%-ə və burada da bonusun 91,85 qəpik olduğunu tapırıq. Bu aralıqdakı belə deyək, məhsulların cəmini tapmaq üçün isə biz filter funksiyasından istifadə edəcəyik. Filter düyməsini tətbiq edib buradan between, daha sonra 401, aşağıda isə 800 yazırıq və belə deyək, sorğumuz nəticəsində belə deyək, bizə lazım olan xanaları göstərir. Və bu xanaları seçirik və seçəndən sonra aşağıda bunların cəminin 3385 olduğunu görürük və 3385 yazıram. Daha sonra burada clear edirəm sorğunu, yəni silirəm ki, bütün cədvəli görüm. Sonra bu ədədi də vururam 2%-ə. Enter düyməsini vurub 67 manat 70 qəpik olduğunu tapıram və daha sonra burada bunları cəmləyirəm və burada 178 manat 45 qəpik cavabını alıram və fix maaşın üstünə bonusu gəlirəm və nəticədə 678 manat 45 qəpik cavabını alıram. İndi isə keçək digər misala. Digər misalda isə
Deməli, belə bir cədvəl var. Məsələn, burada maya boy modellərinin satış əksi olunub. Məsələn, Sauzdan 8-dən satıldı. Yəni bir müştəri gəldi, Sauzdan 8-dən aldı. Digər müştəri gəldi, Airline-dan 7-dən alındı. Master'dən 4 dənə, Relief'dən 5 dənə, East'dən 4 dənə. Başqa bir müştəri gəlir, o da Airline alır 6 ədəd. Daha sonra Relief kimsə gəlir 6 dənə alır. Yəni burada bizə lazımdır bu bütün məhsulların ümumi satış sayını tapmaq. Yəni bütün sauzları istəyirəm ki, burada cəmləyim. Təbii ki, sum funksiyası ilə bunları bir-bir toplamaq çətin olacaq. Həm də diqqətli olmaq lazımdır, yəni etdikdə. Biz bu deməli problemi əslində qalsa bir neçə üsulla yerinə yetirmək olar. İndi burada bu tapşırıqda 2 yolu nəzərdə tutmuşam. Bunlardan birini consolidate əmri vasitəsilədir. Yəni consolidate əmri vasitəsilə biz bunları bu formada cəmini hesablayacağıq. Gəlin bunu belə deyək, bunu ləğv edeyim. Digəri isə Samif və remove duplicate belə deyək, əmrlər vasitəsilə, yəni Samif funksiyası və remove duplicate əmrlər vasitəsilə bunları yenidən kopyalayım və burada deməli izah edeyim. Məsələn, F1 xanasına qoyuram. Birinci consolidate əmri vasitəsilə consolidate yazıram. Bunu izah edirəm. Deməli F1 xanasına qoydum. Yəni misal üçün bura qoydum. Yəni siz istəsiniz G1-ə də qoya bilərsiniz və s. Yəni məqsəd bu ki, biraz aralı olsun. Data tabına gəlirəm, consolidate əmrinə vururam. Burada zaten mən bunları cəmləmək istədiyim üçün sum funksiyasını aktiv saxlayıram. Reference hissəsində cədvəli bütöv seçirəm, yəni başlıqda daxil olmaqla və add düyməsini vururam ki, bu siyahıya düşsün. Deməli, add düyməsini vurdum, bu siyahıya düşdü və burada top row və left column-u seçirəm, yəni üst sətrin və sol sütundakı məlumatların əks olması istəyirəm. Ona görə ikisini də seçirəm. OK düyməsini vururam və belə gözəl bizim üçün bizə hesabatı təqdim edir və bu xanaları seçib Format Painter əmri vasitəsilə eyni formatı da bura tətbiq edirəm. İndi biz top row və left column-u seçəndə indi onların keçdiyi xananı boş saxlayır və buradakı məlumatı da kopyalayıram. Copy paste əmrləri vasitəsilə və yekun cədvəlimi alıram. Əgər consolidate yadınızdan çıxarsa, eyni zamanda bunları remove duplicates əmri və eyni zamanda Samif funksiyası ilə də bircə yerinə yetirmək mümkündür. İşçi vərəqin adını onlar üçün adlandırdım. Deməli, burada nə edirik? A sütununu seçirik, kopyalayırıq, F1 xanasına qoyub paste edirik və burada mən istəyirəm yekcins, yəni bunları yekcins formaya salam. Bunun üçün remove duplicates funksiyasından istifadə edəcəm. Data tabına girirəm. Bu funksiya, daha doğrusu əmr təkrar olanları silir. OK düyməsini vururam. Fikir verdiyiniz kimi, yəni təkrar olanları mənim üçün sildi, yəni bunları yekcin saxladı və burada gəlirəm, sum if yazıram. Range, indi bizdə burada kriteriyamız məhsul üzrə olduğu üçün sum if'in hər 3 parametrindən istifadə edəcəyik və məhsul üzrə olduğu üçün range, yəni diapazondur, yəni burada məhsulların diapazonunu seçəcəyik, nöqtəli vergül. Və bu diapazonda bizə lazımdır Sauz adlı məhsul, yəni bu xananı seçirəm. Yəni xana seçdikdə, yəni dırnaq işarəsi olmalıdır. Əgər bu Sauz yazısı burada olmasaydı, yəni biz məsələn xana istinad edə bilmiriksə, məsələn əvəzində bunu dırnaq hissəsində Sauz yaza da bilərdik. Nöqtəli vergül basıram. Sum range hissəsi nədir? Toplanacaq diapazon və burada da biz sayıları seçirik. Yəni bunları seçəndə başlıqda mütləq seçmək lazımdır. Çünki bəzən burada hesablamada problem yaranır. Enter düyməsini vururuq. Görürsünüz, 35 cavabını aldı və bir daha yazaq. Sum if range hissəsində məhsulların diapazonunu seçirik. Nöqtəli vergül. Bu məhsulların içərisində bizə airline lazımdır. Kriteriyada onu seçdik. Sum range-də isə sayıları seçirik və enter düyməsini vururuq və nəticədə sürüşdürürük. Daha sonra bu saydan istə kimi olan bu sayıları seçib
format painter əmri vasitəsilə həmin formatı tətbiq edirik və sayı sözünü də kopyalayıb paste əmri vasitəsilə yapışdırırıq bura. Və fikir verin, eyni cavabları alırıq. Bax, görürsünüz, vərəqləri çevirdikdə görürsünüz, eyni rəqəmlərin olduğunu görürsünüz. Növbəti funksiya power funksiyasıdır. Power qüvvəti hesablayır. Gəlin bu funksiyanın sintaksisinə fikir verək. Power deməli, burada number və power adlı parametrlər var. Burada diapazon seçə bilməzsiniz. Yalnız bir xana və ya əllə yazdığınız rəqəm daxil edə bilərsiniz. Məsələn, number əsas deməkdir. Tutaq ki, burada 7 yazılan xananı seçdim, yəni C4 xanasını, nöqtəli vergül. Power olan hissədə, məsələn, 2 yazılan, yəni D4 xanasını seçirəm. Yəni 7 üstü 2, yəni 7-nin qüvvəti 2, yəni bu da 49 edir. Və ya başqa bir misal, number hissəsində əllə də yaza bilərəm. Məsələn, 11 nöqtəli vergül 3 yazıram, yəni 11 üstü 3, bu da edir -31. Və ya biri xana və biri əllə yazdığım da ola bilər. Məsələn, 8 yazılan xananı seçirəm, yəni Y6 xanasını və özümdən də misal üçün 5 yazıram, yəni 8 üstü 5. Enter düyməsini vuranda 3268 edir. Yəni, hər ikisi xana da ola bilər, hər ikisi əllə yazdığımız rəqəm də ola bilər. Biri xana və ya biri əllə yazdığım ədəd də ola bilər. Sığırtı funksiyası kök altını hesablayır. Bərabər yazıram sığırtı və burada bir dənə parametr olacaq. Deməli, bu funksiyada bir dənə parametr var. Number, yəni ya xana seçəcəksiniz, ya da əlinə rəqəm daxil edəcəksiniz. Məsələn, mən 4 yazılan xananı, yəni D2 xanasını seçirəm. Enter düyməsini vururam. Yəni 4-dən də kök altı 2 çıxır. Yəni kök altı 4-dən 2 çıxır və ya sığırtı yazıram və burada misal üçün özümdən 64 rəqəmi yazıram. Bundan kök 8 çıxır. Roman funksiyası isə rum rəqəmlərinə çevirməkdir. Məsələn, bərabər roman yazıram. Burada iki parametr var. Number, bir də form. Yəni form parametrini doldurmaq vacib deyil burada. Seçirəm xananı, yəni ya xana ya da əllə yaza bilərik. Enter düyməsini vururam və həmin rəqəmləri nəyə çevirir? Rum rəqəmlərinə çevirir. İndi burada fikir verirsiniz, burada bir xəta baş verir. Çünki rum say sistemində sonuncu ədəd 3999-dur. Yəni, məsələn, 4000 rəqəmini yazsaq, bunu çevirməyəcək. Fikir verirsiniz, sonuncu rəqəm 3999-dur. Yəni, bu funksiya rum rəqəmlərinə çevirir ədədləri. Həmçinin roman yazıb, əllə də rəqəm yaza bilərik. Məsələn, misal üçün 25 yazıram, bunu rum rəqəminə çevirir. Form hissəsi vacib deyil, yəni o bəzi rum rəqəmləri iki cür yazılışı olur, bir neçə cür yazılışı olur, onun üçün istifadə olunur. Məsələn, belə deyək də, yenə də göstərim, məsələn 489 yazıram, nöqtəli vergül. Məsələn, klassik seçəndə bu formada çevirəcək 489-u. Roman yazıb 489, məsələn, bir dəqiqə. Burada form hissəsini, məsələn, 1 seçsəm, fikirversiz, yəni, eyni rəqəmi başqa cür yazışını da bizə göstərir. Yəni, bəzi onun rəqəmləri var ki, onlar iki cür yazılır. Arabik funksiyası isə tərsinə, rum rəqəmləri ərəb rəqəmləri, yəni normal rəqəmləri çevirir. Arabik yazıram. Ya burada xana seçəcəksiniz, məsələn, bu xananı seçirəm, enter vururam, görürsünüz çevirir. Ya da ki, əllə yazacaqsınız. Əllə yazırsınızsa teksti gərək dırnaq içərisində yazarsınız. Məsələn, L, X yazıram və Ö, bir də V yazıram. Yəni, bu formada. Yəni, Arabik funksiyasında, yəni, mətn yazacaqsınızsa, yəni, mütləq dırnaq içərisində yazmalısınız ki, cavabı bizə versin. Belə. Bir də bu funksiyaların rus dilində olan versiyaları, yəni qarşılıqları bunlardır. Bir də bu funksiyalar içərisində Arabik funksiyası, yəni Arabskoye funksiyası Excel'in belə deyək 2013 versiyasından sonra
var. Yəni əvvəlki versiyalarda, yəni arabik yazsaz, yəni arabskaya yazsaz, yəni çıxmadığını görsəz bilin ki, köhnə versiyadır. Yəni 2010 və ondan aşağı olan versiyalarda bu funksiya yoxdur. Yalnız 2013 versiyasından sonra var. Digər funksiyalar həm köhnə və həm də yeni versiyalarda mövcuddur. Bir də ən önəmli məsələ, burada bu çalışmanı işləyərkən burada manat sözlərini, yəni əllə yazmayın, yəni əks halda cavab düzgün çıxmayacaq, çünki sami funksiyası, yəni rəqəm tipli verilənləri şərtə görə cəmləyir. Yəni burada görürsünüz 420 yazılıb. Yəni bunu etməyin də yolu nədir? Yəni number, çislo, yəni qrupuna daxil olub burada general ola bilər, sizdə основной yazılsın. Основной boşluq dırnaq içərisində manat yazmalısınız ki, yəni bu formada əks olunsun. Belə.